Hər vaxtınız xeyirli olsun. Xeyli müddətdir sosial şəbəkələrdə və internet televiziyalarında tarixi şəxsiyyətlərimiz haqqında müəyyən fikirlər səsləndirib və ona emosional cavab verənlərimiz də olub. Tarixi sənədlərlə də, yəni müəyyən alimlərimiz, tarixçilərimiz belə deyək, müəyyən cavablar vermişlər. Ancaq bu son vaxtlar emosional belə deyək, həm çıxışlara, həm də verilən cavablara mən də bu deyilən həmən o fikirləri izləmişəm, dinləmişəm və imkan daxilində öz fikirlərimi də qısa da olsa şərhlərdə bildirmişəm. Açığı tarixə nəzər salanda Babək Koroğlu, eləcə də Şah İsmail Xətai, indi son vaxtlar Qaçaq Nəbi haqqında, ondan əvvəl həm də Qaçaq Nəbinin həyat yoldaşı olan Həzər haqqında da müəyyən fikirlər səsləndirilmişdir. Dediyim kimi, buna həm Babək haqqında, həm Koroğlu, həm Şah İsmail Xətai və Qaçaq Nəbi Həzər haqqında kimin hansı məlumatı varsa, qeyd etdiyim kimi, həm emosional cavablar verilmiş, həm də tarixi sənədlərlə də, əldə edilən sənədlərlə müəyyən cavablar, fikirlər verilmişdir. Ancaq maraqlı burasındadır ki, bir fikri, məsələn, bir neçə dəfə təkrarlamaqla burada məqsəd nədir? Yəni, hər bir çıxış, belə deyək ki, həm də Respublika səviyyəsində belə deyək, tanınan və müəyyən qurumlarda yer tutan, siyasi belə deyək, yöndə tanınmış şəxslərin, siyasi ictimai yöndə tanınan şəxslərin bunları bir neçə dəfə təkrarən qeyd etmələri, səsləndirmələri, yəni məqsəd, yəni hər hansı qeyd etdiyim kimi üzdə olan şəxslərin müəyyən fikirlər söyləməyə, xalq üçün, millət üçün, dövlətçilik üçün çalışmaları, yəni burada məqsəd var. Yəni bunun dövlətə, millətə xeyri nədir, ziyanı nədir və buradan tutaq dedikləri düz olsa bizim nə əldə edəcəyik və yaxud düz olmasa bunun nəticəsi nə ola bilər? Bu müstəvidən yanaşanda, bu nöqteyi nəzərdən, yəni burada bir növ açığı, qaranlıq məqamlar da üzə çıxır desək, fikri yaranır desək, yanılmarıq. Bunu etiraf edək ki, belədir. Yəni, mən heç bir fərd adı çəkmək istəmirəm və ümumiyyətlə çıxışlarımda da çalışmışam ki, həmişə ümumi, yəni xalqın, millətin, dövlətin xeyrinə olan hər hansı bir işdən, tarixi hadisələrdən qeyd etdiyim kimi dövlətimizin, millətimizin, xalqımızın xeyrinə olan tərəflərdən yanaşaq və onun xeyir gətirən fikirlər səsləndirək. Bu, təbii ki, hər bir insanın kimliyindən asılı olmayaraq, ideal insan hal-hazırda yoxdur. Yəni, hərənin bir səhvi var. Bu səhvi qabartmağın, yəni, yenə deyirəm, üzdə olan adamlar, müəyyən tarixi sənətlərlə tanış olanlar, müəyyən savada, bilgiyə malik olanların, yəni bir növ deyək ki, belə dünyadan xəbəri olanların, belə deyək, bunu bir neçə dəfə səsləndirməkdə bunun maraq nöqteyi nəzərindən başa düşülməzdir ki, burada nə demək istəyirlər. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, müəyyən dünyanın gedişatından və eləcə də müəyyən biliklər sahəsində məlumatı olanların dünyaya baxmağımız da gərəkdir ki, yəni hər bir xalqın, millətin tarixi şəxsiyyətləri var. O şəxsiyyətlərin də mən deyərdim ki, bəlkə biz adları çəkilənlərdən də çoxlarının çox səhvləri olub. Ancaq maraqlıdır ki, onlar bunu bu qədər qabardırmı? Qabardıbmı? Bu nöqteyi nəzərdən yanaşanda görürük ki, bu sahədə də biz digər xalqlara deyək, millətlərə deyək, dövlətlərə deyək və eləcə də şəxs kimi bir növ burada da geri qalmışlığımız özünü biruzə verir.
Bu dediyimiz adı çəkilən şəxslər Babəkdir, Şah İsmayıl Xətayıdır, Koroğludur, Nəbidir, Həcərdir və digərləri. Bəli, qeyd etdiyimiz kimi hər bir insanın səhvi var. Ancaq tarixi nöqteyi nəzərdən yanaşdıqda, yəni müharibələri bir mədəniyyət baxımından, müharibə mədəniyyəti baxımından fikri yönəltsək ora, o bucaqdan baxsaq, burada elə də bir qəbahət görünmür. Yəni mən bunu xırdalığına qədər izah eləmək istəmirəm ki, müharibə mədəniyyəti, yəni tarixi zərurətdən yaranmış müharibələri, bəli, elə bir mədəniyyət növünə tarixi zaman baxımından götürdükdə, o da bir mədəniyyət kimi qəbul olunmalıdır, müharibə mədəniyyəti. Və eləcə də qeyd etmək istəyirəm ki, o ad çəkənlər, bu qeyd etdiyimiz şəxslərin, tarixi şəxsiyyətlərimizin müəyyən səhvlərini qabartmaq istəyənlər, indi səhvlər, yenə deyirəm, səhvləri mən etiraf eləmirəm ki, onların dedikləri müqabilində o dərəcədə səhvləri olub. Yox, yəni insandır, hər bir insanın kimliyindən asılı olmayaraq səhvləri ola bilər, olur da. Ancaq o səhvləri bu cür qabartmaq, xalqa, yenə deyirəm, dövlətçiliyə, millətə bir ziyanı olacaqsa, onu bu cür qabartmaq nəyə gərəkdir? Və maraqlı məqam budur ki, burada istək nədir, məqsəd nədir? O baxımdan, qeyd etdiyim kimi, zaman baxımından götürdükdə, elə o müharibə mədəniyyəti kimi biz o müharibələri qəbul edərik. Yəni, onların həmən fikirləri səsləndirlərinin özləri də etiraf edər ki, dünyaya, məsəl üçün, hakim olub, bu tarixi faktdır. Belə deyək ki, İldırım Bəyazitdir, Əmir Teymurdur, Toxtamışdır. Yəni, hələ bu çox da uzaq olmayan tarixi götürürəm, o Çingizxan dövründən zaddan qabaq, yəni belə deyək, bizə yaxın tarixləri. Hamımız etiraf edirik ki, bu üç şəxs, yəni dünyanı hakim olublar da, belə deyək. Bəs bunlar da bir-biri ilə belə indi səsləndirildiyi kimi böyük səhvləri olub, bir-birinə müharibə edib. Müharibə mədəniyyəti qeyd etdiyim kimi nöqteyi nəzərlə yanaşdıqda, bu elə bir mədəniyyət kimi qəbul olunmalıdır. İndi orada qardaş qırğınıdır, nədir, onu bir tərəfə qoyur. İndi müasir dövrlə baxanda, bəli, onları müəyyən səhv kimi qəbul edə bilərik. Və bunu da, yəni, qeyd etdiyim kimi, hər bir şəxsin səhvi ola bilər. Ancaq o nə dərəcədə səhvdir? O səhvlərdən biz nə nəticə çıxarda bilərik? İndiki dövr üçün, indi qeyd etdiyimiz kimi və məlumdur ki, bu elə türk xalqlarındayıq, türk millətindəyik, bu dünya Türk Dövlətlər Təşkilatının yaranmasıdır. Bu məqamda belə bir fikirlər səsləndirmək, tarixi şəxsiyyətlərimizin, yəni müəyyən cüzi dəyər səhvlərini böyüdüb bir fəlakət kimi qabartmaq, burada məqsəd bilinmir. Yəni, biraz qaranlıq söhbətlər qalır. Amma, bəli, tarixi şəxsiyyətlərimiz olsa da səhvləri var. O səhvlərdən nə nəticə çıxardıb, indiki zamanla əyaqlaşıb, həmin bu deyilən, əldə edilən zəfərlərimizi, belə deyək, son Qarabağ məsələsində, eləcə də Türk Dövlətlər Təşkilatının yaranması məsələsində, inkişafı məsələsində. Və buna xeyri nədir, bu məsələləri qabartmaq? Burada biraz, necə deyil, açığı deyim, şübhəli məqamlar meydana çıxır, fikri yaranır ki, məqsəd dəfələrlə bunu qabartmaqdan məqsəd nədir? Amma belə deyək ki, çox bilməkdir, yəni. Bilirəm, bu belədir, tarixi bilirəm. Bilməklə sevmək arasında fərq çoxdur. Bilmək, hər şeyi bilmək, o şeyi nəyisə sevmək demək deyil. Sevmək başqadır. Yəni, əgər xalqa, milləti, dövləti sevmək nöqteyi nəzərdən götürsək, çox bilmək elə də yəni onu gəlib tarazlaşdırmır. Yəni, əgər milləti, xalqı sevmirsənsə, çox bilin,
elə də bir effekti yoxdur. Yəni xalq üçün, millət üçün yoxdur. İndi kimlər üçünsə bu səslənir deyək. Mən biraz o emosional çıxışlardan həmişə uzaq olmuşam. Yəni xalqa, millətə xeyri yoxdursa, indiki dövrlə bir ziyanı varsa, tutaq ki 10 nəfər, 100 nəfər, 1000 nəfər hansı bir şəxsiyyətin, məsəl üçün tarixləşən şəxsiyyətin müqabilində vətən üçün, xalq üçün, millət üçün öncə bir ideal seçib çalışırsa, bu inamla onları uzaqlaşdırmaq, yəni qeyd etdiyim kimi biraz qaranlıq məqamlar baxımından şübhəli görsənir açığı. Ancaq insan da elə bir varlıqdır ki, yəni müəyyən insanda iki şey hal, yəni iki hal olarsa, çox güclü olarsa, baxır o iki haldan hansı, bir sevmək, bir sevilmək, bir də sevilməmək. Bunlardan hansı güclüsə sevilmək müsbət yöndə fəaliyyəti təkan verir, sevilməmək mənfi yöndə. Yəni bu tarixi məqamları göstərsək, müharibələri kim başlayıb, yəni ev yıxmaq söhbətidir, müəyyən dövlətə qarşı çıxmaqdır, xalqın ziyanına işləməkdir. Bax, bu iki məqam bu haldan hansı? Sevmək, sevilmək müsbət yöndə fəaliyyətə təkan verir, sevilməmək mənfi yöndə. Yəni mən tam açıqlamaq istəmirəm. Bunları qeyd etmək istəyirəm ki, yəni bu hallar kimdə varsa, qeyd edirəm ki, bəli, hər birimizin xalq hərəkatından belə, dövlətçiliyimiz möhkəmlənməsində, Qarabağın alınmasında, milli birliyə nail olmamızda hər bir adi vətəndaşdan tutmuş, dövlət başçısına qədər, ordu rəhbərliyinə qədər belə deyək, siyasi ictimai təşkilatların rəhbərlərinə qədər, üzvlərinə qədər hamının xidməti var. Bunu danmaq olmaz. Yəni orada ona qarşı çıxmaq olmuyorsa, demək hamının xidməti var. Ancaq bu biliyi qeyd etdiyim kimi biraz mənfi yönə işlətmək, xalqın ziyanına, nəsə ziyan mənfi deməzdim. Xalqa, dövlətçiliyə ziyan gətirirsə, bundan biraz uzaqlaşmaq yaxşı olardı. Mən hesab edirəm ki, yəni bu emosional çıxış edənlər də bir-birimizi başa düşərik və tarixi şəxsiyyətlərimizin xidmətlərinin heç vaxt danmaq olmaz. Açığı, pasportlaşmış şəxslərimiz var. O şəxslər ki, pasportlaşıbsa, xalqın qəlbinə, ürəyinə yeridilibsə, belə deyək, və xalq onu qəbul edibsə, onu oradan çıxartmaq mümkün deyil. Bunu bu fikirləri səsləndirən də özləri bilirlər ki, yəni elə şəxslərimiz var ki, indi adı çəkilməsə də, amma qəlblərdə yaşayıb. Sovet hökumətinin, necə deyirlər, Çar Rusiyasının belə deyək, qılıncının dalı qabağı kəsən vaxtlar onlar qəlblərdə yaşayıb, silmək olmuyor. Amma qeyd etdiyim kimi, bəli, tarixi şəxsiyyətlərimiz olsa da, onların səhvləri olub. Yəni, hər bir insanın səhvi olar, onlarda da olub. Ancaq o səhvlərdən indi müasir vaxtımız, dövr üçün özümüzün, millətimizin, dövlətimizin xeyrinə o səhvlərdən nəticə çıxardıb nə işlər görməyi bu yöndə fikirləşsək daha yaxşı olar. Hesab edirəm ki, bu emosional çıxışlara da, o fikirləri söyləyənlər də bir daha fikirləşərlər və belə fikirlər söyləməyə, xalqın emosional hala gətirməsində, müəyyən təbəqənin deyək, müəyyən bölgənin deyək, elə də ümumi xalqın və əsas fikirləşəcək, bu gəlib, inanıram ki, bundan sonra belə fikirlər açıq, çırpaqlığı halda səslənməyəcək və bu da hüquqi baxımdan dövləti də belə deyək, məcbur etməyəcək ki, hüquqi baxımdan bunları qiymətləndirilsin. İnanıram ki, bu hala gəlmədi. Amma bir məqamı da qeyd etmək istəyirəm ki, bəli, o səhvləri yeri gələndə, məsələn, biz də görürük tarixi, belə şəxslərimiz də olsa müəyyən. Amma o dövrə, yenə deyirəm, müharibə mədəniyyəti baxımından, indi milli azadlıq deyək, elə Rusiyada götürən təhkimçilik hüququnun ləğv olunmasından sonra kəndli hərəkatlarının başlaması, bunlar yəni bu cür baxımdan
qəbul, məqbul sayılan hərəkatdır. Qaçaq hərəkatı da, eləcə də bizim o xaqanlar da, necə deyirlər, hökmdarlar da adların çəkdiyim, bayaq Əmir Teymurdur, Toxtamışdır, Sultan Səlimdir, Çingiz xandır. Yəni bura qədər, ilə son dövrü bu səslənən fikir qaçaqçılıq məsələsi, bu təhkimçilik hüququndan necə deyirlər, tətbiq olunandan sonra, ləğv olundan sonra o hərəkatlar başladı hər yerdə, Rusiyanın özündə deyək, başlamışdı və o da Azərbaycanın özündə də bu hərəkat davam etdi. Necə ki, bizdə deyək, SSR dağılan vaxtı Sovet hökuməti xalq cəhbələrinin, yəni hər respublikada bu məlumdur ki, yaxın keçmişdi. Bunu da, yəni bu elə belə fikirlər səsləndirirlər, özləri elə bu işin içində olublar ki, bütün respublikada xalq cəhbələri, yəni müəyyən formalarda ayrı-ayrı, məsəl üçün mərəmnamələri olsa da, nə olsa da, amma ideya cəhətdən eyni fikirdeydilər, SSR dağılır, müstəqillik əldə etmək lazımdır. Bəli, belə bu zamana uyğun hərəkətdir. Və tarixi şəxsiyyətlərimizdə, adı çəkilənlər də hesab edirəm ki, bu yöndə xalqın azadlığı yönündə, müstəqilliyi yönündə, sosial problemlərin həlli yolunda, məsələn, çalışmışlar, vuruşmuşlar, əzab çəkmişlər. Yəni, qısa olaraq demək istəyirəm ki, yəni bu pasportlaşmış şəxslərdir. Bunu nə inəsək, nə fikir söyləsək də xalqın qəlbindən silmək, çıxarmaq mümkün olmayacaq. Bir daha hesab edirəm ki, belə emosional fikirlər, yaradıcı fikirlər söylənilməz və bu da hüquqi baxımdan qiymətləndirilməsinə gətirib çıxartmayacaq. Onu da qeyd edim ki, mən özüm də hələ 1997-ci il qohumun Türkiyə səfər etməsi ilə əlaqədar biraz, necə deyirlər, həm emosional hala düşmək deyimli, yəni tarixi baxımdan üzr istəyirəm. Bir neçə belə fikrimə misralar gəlmişdi, onu elə axırda diqqətinizə çatdırmaq istəyirəm ki, yəni o deyilən o səhv dediyimiz məsələni hamı müəyyən səhvləri görür, ancaq onun qabartmaq xalqın ziyanınadırsa, onu çox da xalqın ziyanına olan tərəflərini qabartmaq, yəni o qəbul edilməzdir. İndisə yadımda olan həmən misralardan yadımda olanı səsləndirim, diqqətinizə çatdırım. Vətəndən vətənə köç edən qardaş, vətəndən vətənə salam söylərsən. Həsrət bizi etmiş dərdlərə sirdaş, bu dilə salam söylərsən. Tarixin səhvlərin edən biz olduq, səhvlərin, dərdlərin çəkən biz olduq. Dözülməz dərdlərə dözən biz olduq, dərdlidən dərdliyə salam söylərsən. Birdik parçalanıb yüzə bölündük, qardaşı anlamaz dilə bölündük. Düşmənlik yaradan dinə bölündük, kökün bilənlərə salam söylərsən. Əzabın çəkirik biz xaqanların, Teymur İldırımın həm Toxtamışın, Sultan Səlimin də Şah İsmailin səhvin görənlərə salam söylərsən. Biz səhv dediyimiz dünyaya gərək, gərəklilər bizə qurdular kələk, kələkdən dərs alıb oyanaq gərək, dərsdən dərs deyənə salam söylərsən. 100 illərdir belə biz sınaqdayıq, nəsildən nəsilə hey qınaqdayıq. Anladan olsaq da hələ yatmışıq, oyanan nəsilə salam söylərsən. Yolu bağlayanlar qaçır deyəsən, Tanrı yolumuzu açır deyəsən, nurunu Turana saçır deyəsən, nurlu gələnlərə salam söylərsən. Edilən səhvləri anlayıb duyaq, oyanıb birləşib ayağa duraq. Dərdlərə çarədir Turanı quraq, Turan sevənlərə salam söylərsən. Turana yol keçir Azərbaycandan,
Türkiyə gələcək, başlanğıc oradan, Qarabağdan başlar, qurulan Turan, yol çəkən gözlərə salam söylərsən. Diqqətinizə görə çox sağ olun. 1997-ci ildə bunu qələmə aldığım fikirlər idi. Yəni, ümumi bu səsləndirdiyimiz bu mövzuna əlaqədar uyğunluğunu nəzərə alıb bir daha səsləndirdim. Diqqətinizə görə çox sağ olun. İndi mən inanmaq istərdim ki, belə emosional hal yaradan fikirlər bir daha bundan sonra səslənməyəcək və əl-ələ verib biz Qarabağdan başlanan zəfərimizi sona çatdırmaq üçün birlikdə birliyimiz nəticəsində o uğurları əldə edəcəyik. Diqqətinizə görə sağ olun. 20 avqust 2026-cı il.